Kütləli cisim 50 newtonluq qüvvə ilə sabit sürətlə h qədər yuxarı qaldırılır. F qüvvəsinin gördüyü iş 400 joule olarsa h hündürlüyünü bizdən soruşur. Gəlin yazaq. A nəyə bərabərdir? F vurulsun h-a. Düzdürmü? İndi bunun sabit sürətlə 50 newton qüvvənin təsiri ilə yuxarı doğru qaldırılır. 50 vurulsun h bərabərdir. Nə qədər iş görülür? 400 joule iş görülür. Onda buradan h tapanda nə edir? 450-yə bölürük. Cavab eləyir 8 metr D variantı. 400 kiloqram kütləli cisim F qüvvəsi ilə sabit hızla 6 metr hündürlüyə qalxır. Sabit hızla qaldırılır deməkdir ki, yəni aşağıya doğru onun ağırlığı nə qədər eləyir? 40 newton eləyirsə, aşağı yuxarı təsir edən qüvvələr bərabərdir. Onda bunun F qüvvəsi də nə qədər olacaq? 40 newton olacaqdır. Görülən işi məndən soruşur. A nəyə bərabərdir? F vurulsun h-a. Yəni 40 vurulsun 6-dan cavab neçə eləyir? 240 joule eləyir. A variantı. M kütləli cisim F qüvvəsi ilə sabit hızla 4h qədər yüksəldilir. Buna görə F qüvvəsinin gördüyü iş. F qüvvəsinin gördüyü iş nəyə bərabərdir? mgh-a. Aşağıya doğru bir 3 mg'lik ağırlığımız var da, düzdürmü? Yazırıq 3 mg nə qədər yüksəldilir? 4h yüksəldilir. Onda nəyə bərabər olur? 12 mgh-a bərabər olur. Cavab olur E variantı. Kütləsi 5 kiloqram olan türdeş prizma bir konumundan 2 konumuna, yəni bir vəziyyətdən 2 vəziyyətinə gəlirsə, görülən işi məndən soruşur. Gəlin bu cisimlərin kütlə mərkəzini də bax. Baxın, kütlə mərkəzi tam mərkəzdən aşağı. Onda yerdən yüksəkliyi, bax, kütlə mərkəzinin yerdən yüksəkliyi nə qədər olacaq? Baxın, bax, ümumi bura 2m-dirsə, onda tam yarısı. Kütlə mərkəzi tam yarıdadır. Onda olacaq bura 1 metr. Deməli, bax, bu uzunluq 8-dirsə, tam mərkəzdən aşağı, bax, bu məsafə nə olacaq? 4 metr olacaq. Gəlin görülən işləri tapaq. Birinci A1 üçün tapaq. mgh. Kütləsi 5-dir. Mg 10-dur. H da 1-dir. Yəni kütlə mərkəzinin yerdən olan hündürlüyünə baxırıq. Cavab eləyir 50 joule. İndi baxaq A2-yə. O da mgh-dan olacaq 50 vurulsun. Yerdən yüksəkliyi 4-dür. Cavab neçə eləyir? 200 joule eləyir. İndi görülən iş bir vəziyyətinə 2 vəziyyətinə gəliləncə nə qədər iş görülür? Onda delta A nəyə bərabərdir? A2 çıx A1-dən cavab eləyir 150 joule. C variantı. Hər birinin kütləsi M olan özdeş və türdeş 2 küp bir vəziyyətdən 2 vəziyyətinə gətirilir. Yer çəkiminə, yəni ağırlıq qüvvəsinə qarşı görülən işi məndən soruşur. Baxın, burada görürük ki, nə var? 2 dənə kub var, düzdürmü? Baxın, indi bunların hər birinin kütləsinə biz M desək, onda kütlə mərkəzi tam mərkəzdə olacaq da, düzdürmü? Tam mərkəzdə nə qədər olacaq? İkisinin də kütləsinin özündə saxlayacaq. Olacaq 2m-lik. Yerdən yüksəkliyi nə qədərdir? Bax, bu yüksəkliyi tapmalıyıq. Bax, ümumi bura h-dırsa, kütlə mərkəzi tam mərkəzdən aşağıya doğru, tam mərkəzdə toplanır. Bax, bura. Onda bura nə qədər olacaq? H-ın yarısı olacaq. Yəni, h bölü 2 qədər olacaq. İndi baxın, 2 dənə burada da kub verilib. Tam mərkəzdə onun deməli, kütləsini yazırıq. 2m, yüksəklik nə qədər olacaq? Deməli, bura bütöy. Bura h-dırsa, bura h-dırsa, mərkəzdən aşağı burada olacaq h. İndi yerdən yüksəkliyinə baxaq da. Bu kütlə mərkəzini görək yerdən nə qədər yüksəkdədir. Baxın, yer səthi budursa, buradan bura qədər 3h-dır. Bir də burada bir h var. Onda ümumi yerdə 4h hündürlüyündə olacaq. Yəni, birinci A1-imizi tapaq. Nəyə bərabərdir? mgh-a. Kütləmiz nə qədərdir? 2m, h-ımız h bölünsün 2. Yerdən yüksəkliyimiz. 2-lər ixtisar gedir, nə qalır? mgh qalır. İndi gəlin A2-yə baxaq. A2 nəyə bərabərdir? Yenə mgh-dan. Deməli, kütləmiz 2m vurduq şeyə. Yerdən hündürlüyü nə qədərdir? H və 3h olacaq 4h. Cavab eləyəcək 8 mgh. İndi deyir, bir vəziyyətinə 2 vəziyyətinə gətiriləndə yer ağırlıq qüvvəsinə qarşı nə qədər iş görülür? Onda delta A-nı tapanda nə edirik? İkinci haldakı işdən birinci haldakını çıxırıq. Cavab eləyir 7 mgh eləyir. Cavab olur B variantı. Cisim H hündürlüyündə, H yüksəkliyindəki nöqtəyə 3 fərqli yolla götürülür. Bu zaman yer çəkiminə qarşı görülən iş, ümumiyyətlə görülən iş başlanğıc və son vəziyyətlərdən asılıdır. Başlanğıc və son hündürlüklərdən asılıdır. Baxın, bir cismi də, 2 cismi də, 3 cismi də görürsünüz. Başlanğıc halda buradan başlayır, son halda gəlir bura. Ona görə hamısı üçün görülən iş eyni olacaq. Cavab olur D variantı. Sürtünməsiz və ağırlıqsız makaralarla qurulan şəkildəki düzənəkdə F qüvvəsi ilə ip sabit hızla h qədər çəkilir. Baxın, bu h qədər nə olur? Yuxarıya doğru çəkilir. Biz də demişdik ki, işdə qazanc yoxdur, düzdürmü? İndi mənə deyir ki, buna görə yapılan iş neçə oldu? Bax, burada F-dir, eyni F-dən eyni gəlim olduğundan bura olacaq 2F.
Eyni yarım olduğundan burada olacaq 2F, onda aşağı neçə olacaq? 4F olacaq. Düzdürmü? Baxın, işdə qazanc yoxdur da, düzdürmü? F qüvvəsi H qədər çəkilirsə, onda işdə qazanc olmadığına görə bu 4F yuxarıya doğru H bölünsün 4 hündürlüyə qalxmalıdır. İndi baxaq. İndi məndən görülən işi soruşur. A nəyə bərabərdir? Deməli, aşağıya doğru da bir dənə 6mj'miz var. Onda 4F nəyə bərabərdir? 6mj'yə. Buradan F'in qiymətini gəlin tapaq. F bərabərdir 6mj bölünsün 4-ə. Düzdürmü? F vurulsun H-dan. A bərabərdir F vurulsun H-dan bərabərdir. F'imiz burada dedi ki 4F'dir. 4 vurulsun F'in qiyməti 6mj bölünsün 4'dür. Hündürlükdə H bölünsün 4'dür. Bu 4'lər ixtisar gedir. Onda 6 ilə 4'də 2 ixtisar gedir. Burada qalır 3, burada qalır 2. Onda olur 2'də 3. MJH cavab olur B variantı. Özdeş və türdeş küplərdən oluşan cisim şəkil 1-də yerə görə potensial enerjisi Y1-dir. Şəkil 2-dəki vəziyyətə görə potensial enerjisi Y2-dir. Bir vəziyyətindən 2 vəziyyətinə gətirə bilmək üçün görülən iş isə W-dur. Onlar arasındakı əlaqəmindən soruşur. Baxın, burada 4 dənə küp var. Birinci baxaq, bax bu 3 dənə küpə. Bu 3 dənə küpün kütlə mərkəzi tam mərkəzdə kütləsi olacaq 3m. Baxaq, yerdən nə qədər hündürlükdədir. Baxın, bura biz H desək, onda bura nə olacaq? H bölünsün 2 olacaq. İndi gəl baxaq. Yazaq birinci Y1 bərabərdir 3m J H bölünsün 2. Üstə gələk. Bir də burada tək bir dənə axı. Bir dənə də baxın, bu küpümüz qaldı. Baxın, indi bu küpün tam mərkəzdədir. Kütlə mərkəzi olacaq M. Bir də küplər türdeşidə hamısına özdeşdirlər. Bircəsilər hamısının kütləsini M demişəm. Onda yerdən yüksəkliyinə baxaq. Bax, yerdən yüksəkliyi bu qədərdir. Bura H demişdim də bütöy. Onda bura nə qalacaq? Bura qalacaq nə? H bölünsün 2. Bir də aşağıda bir dənə H qalacaq. Olacaq. H bölü 2 isə gəlir H, yəni 2-də 3H. Onda üstə gələk. MJ 2-də 3 H. Olacaq 1,5 MJH. Üstə gələk 1,5 MJH. Olacaq 3 MJH. Düzdürmü? Bax, bunu tapdıq. İndi 2-yə baxaq. Baxın, onda baxaq. Tam mərkəzdə, bax, birinci bu küpə baxıram. Tam mərkəzdə kütləsini yazdım. Bax, bura H-dırsa, onda bax, bura nə olacaq? Bura olacaq H bölünsün 2. Gəl yazaq. Y2 bərabərdir MJ H bölünsün 2. Üstə gələk. Yuxarıdakı 3 dənə küpə baxaq. 3 dənə küpə baxaq. Bax, 3 dənə küpün də tam mərkəzdədir. 3M. Kütlə mərkəzi yerdən nə qədər hündürlükdədir? Baxaq. Bura H demişiksə, onda bura nə qalacaq? Bura olacaq H bölünsün 2. Bir də burada bir H var. Cavab olur 2-də 3. Aha, yazdıq. Üstə gələk. 2-də 3. 2-də 3. Bir dəqiqə. Bir də kütləmiz 3M idi. Onda gəl yazaq. 3M J 2-də 3 H. İnci hesablayaq. Deməli, bura olacaq 0,5 MJH, bura olacaq 4,5. Bunda cavab olacaq 5 MJH. İndi bir vəziyyətinə 2 vəziyyətinə gətiriləndə görülən işi W ilə işarə edib. Bu da nəyə bərabərdir? A2 çıxılsın A1-ə. Yəni 5 MJH çıx. 3 MJH olacaq 2 MJH. Görək hansı böyükdür? Y2 böyükdür. Y1-dən o da böyükdür W-dan. Cavab olur Y variantı. M və 5M olan cisimlər şəkil 1-dəki vəziyyətə, şəkil 2-dəki vəziyyətə F qüvvəsi ilə sabit hızla gətirilir. F qüvvəsi gördüyü iş. Baxaq, aşağıya doğru bir MJ'miz var. Baxın, yerdən nə qədər hündürlükdədir? 3H hündürlükdədir. Hansı hündürlüyə gətirilib? 5H hündürlüyə gətirilib. Nə qədər yuxarı çəkilib? 2H. Nədən yuxarı gətirilib? Baxın, onda bizim gördüyümüz iş nəyə bərabərdir? Enerjilərin dəyişməsinə də, düzdürmü? Onda olacaq 5M J nə qədər yuxarıda artırılıb? 2H qədər. Yəni 5H çıx 3H-dan 2H olur. İndi baxaq ikinciyə. Bax, bu MJ-lik. Bax, bu aşağıya doğru MJ ağırlığı var, düzdürmü? Aşağıya doğru nə olub? H qədər olub da. Yəni onda çıxırıq. Çünki yer çəkim, yəni ağırlıq qüvvəsinə qarşı aşağı doğru artırılıb. Onda olacaq MJ deməli
Yerdən nə qədər hündürlükdəymiş? Bax 3h hündürlükdəymiş. Onda yerdən indi nə qədər hündürlükdə olub? H qədər hündürlükdə olub. Deməli aşağıya doğru 2h qədər dartılıb. Olacaq 2h. Bu da olacaq 10 mgh çıxılsın 2 mgh, 8 mgh. Cavab olur C variantı. Qalınlığı önəmsənməyən, kütləsi 50 kq olan çubuğun uzunluğu 10 metrdir. Türdeş çubuq şəkil 1-dəki konumdan şəkil 2-dəki konuma sabit hızlı olaraq gətirmək üçün görülən iş neçə coldur? Baxın, qalınlığı nəzərə almıram, düzdürmü? Onda birinci cismin potensial enerjisi nəyə bərabərdir? mgh-a, düzdürmü? Kütləsi 50, J 10. Qalınlıq nəzərə alınmadığına görə hündürlük yoxdur. Onda olur 0. İndi baxaq ikinciyə. İkincidə görək nə qədər hündürlüyə qalxılıb. Kütlə mərkəzi hardadır? Kütlə mərkəzi baxdıq tam ortadadır. Kütlə mərkəzi düzdürmü? Bax indi bura 37 dərəcədirsə, bura 37 dərəcədirsə. Bax aşağıya bir perpendikulyar endirsək. Biz demişdik ki 37, 53, 90 dərəcəlik bucaqlardır. Bura 90'dır da, bura 90'dır düzdürmü? 90'ın gördüyünə 5K demişdik. 37'nin gördüyünə 3 demişdik. 53 bura 53'dür. 53'ün gördüyünə 4 demişdik. Onda yerdən nə qədər hündürlüyə qalxılıb? 3 metr hündürlüyə qalxılıb. Onda ikinci halda nəyə bərabər olacaq? mgh-a kütləmiz 50, J10 olacaq 500. Yerdən nə qədər hündürlükdədir? 3 metr hündürlükdədir. Olacaq 1500. Onda mən görülən işi tapsam, ikinci haldakı enerjidən birinci haldakı enerjini çıxıram. Cavab nə olur? 1500 olur. A variantı. Deməli, önəmsənmədiyi əyiq düzləmdə, yəni maili müstəvidə P ağırlıqlı cisimlər F1, F2, F3 qüvvələrlə sabit hızla H yüksəkliyinə çıxarılır. F1, F2, F qüvvələrinin F3 qüvvələrinin etdiyi işlər, gördüyü işlər. Həmsinin ağırlığı aşağıya doğru bir P'dir. Aşağıya doğru bir P'dir, aşağıya doğru bir P'dir. Baxın, bu vəziyyətdən, yerdəki vəziyyətdən H hündürlüyə qaldırılır. Hamısı H hündürlüyə qaldırılır. Onda üçünün də gördüyü iş nəyə bərabər olacaq? mgh-a. Yəni üçü də bir-birinə bərabər olacaq. Siz əyiq düzləmdə maili müstəvidə duran cisim F qüvvəsinin təsiri ilə K-dan elə doğru çəkilir. Gəlir, bax bu elə. Mənə bu eldəki sürəti soruşur. Gəlin birinci yazaq. Bu eldə olanda müəyyən sürətə malik olacaq və yerdən müəyyən 5 metr hündürlükdə də olacaq. Onda eldə onun həm kinetik enerjisi var, həm potensial enerjisi var. Amma K vəziyyətində sabit durubdur. Və F qüvvəsinin təsiri ilə nə qədər yol gedir? 20 metr yol gedir. Onda görülən iş nəyə bərabərdir? F vurulsun L bərabərdir K nöqtəsi üçün. L nöqtəsi üçün yazırıq. MV kvadratı bölünsün 2 üstəgələ mgh. Enerji saxlama qanununa istifadə etdik. Hər iki halda enerjilər yazdıq. Deməli 50 L nə qədərdir? 20 bərabərdir. Kütləmiz 2 V kvadratı bölünsün 2 üstəgələk 2 vurulsun 10 vurulsun 5. Deməli bura oldu 1000. İkilər ixtisar getdi. Burada oldu neçə? Burada oldu 100. 100 1000'in yanına keçir olur 900. Onda V kvadrat 900'ə bərabərdir. Onda buradan V-ni tapırıq. Nə qədər eləyir? 30 metr böl saniyə. Deməli, L nöqtəsində sürət 30 metr böl saniyə. Maili müstəvidən təpəsində duran cisim F qüvvəsi ilə elə qədər çəkilir. Buna görə cisimlərin eldəki sürətinin böyüklüyü. Baxın, burada durubdur, düzmü? Kinetik enerjisi yoxdur, amma yerdən 20 metr hündürlükdədir. Bir də baxın, bu 25 newtonluq qüvvə neynir? Onu aşağıya doğru dartır. Onda yazırıq. mgh potensial enerji malikdir. Üstəgələk F vurulsun L bərabərdir. L nöqtəsində isə artıq yer səthində olduğuna görə potensial enerji yoxdur, ancaq kinetik enerji var. Bərabərdir. MV kvadratı bölünsün 2-yə. Baxaq, həll eləyək bunu. Baxın, M kütləmiz nə qədərdir? Kütləmiz 6 kiloqramdır. 6 vurulsun J də 10'dur. 60. Deməli, yazaq. 60 vurulsun 20 üstəgələk qüvvə 25 L. Baxın, buradan bu vəziyyətə nə qədər yol gedib? 60 metr yol gedib. Bərabərdir 6 V kvadratı bölünsün 2-yə. Deməli, bura olacaq 1200. Düzdürmü? Üstəgələk. Deməli, bura olacaq 25 60'a vuranda 1500. Bərabərdir 3V kvadratına. 2700 bərabərdir 3V kvadratına. V kvadratı 900'ə bərabərdir. Onda V nə bərabərdir? V 30'a bərabərdir. Cavab olur. Sürtünməsiz yatay düzləmdə hərəkət edən cismə tətbiq olunan qüvvənin yola bağlı qrafiki, yəni qüvvənin yoldan asılı qrafiki verilmişdir. İlk hızı, başlanğıc sürəti, yəni 0'a bərabər olan cismin x konumundakı hızı V isə 3x konumundakı deməli hızı nəyə bərabərdir? Baxın, bu qrafikin altında qalan sahə
mənə nəyi verir? F vurulsun x-dən mənə verir görülən işi. Yəni enerjini verir. Baxın, mən bu qrafiklərim işarəliyim. Baxın, bax. F vur x başlanğıc sürətdə 0-a bərabərdir. Bax, buna bir y deyək. Bir y ilə işarə edək. Y deyək bura. Bura olsun 2y, 2y vurulsun x-dən. Burada olsun mənfi y. Başlanğıc halda sürət yoxdur. Amma x konumunda sürəti v-yə bərabərdir. Onda e nəyə bərabər olur? 2-də 1 mv kvadratına. Düzdürmü? İndi görək 3x-in sonunda enerji nəyə bərabərdir? Y üstə gələk. 2y, 3y çıxılsın y, 2y. 2y də nəyə bərabərdir? 2y də bərabərdir 2-də 1 mv sonun kvadratına. Tərəf-tərəfə bölsək, y'lər gedir. Düzdürmü? 2-də 1-lər gedir, m'lər gedir. Onda olur nə? 2v sonun kvadratı bərabərdir v-nin kvadratına. Onda v sonu deməli. Daha doğrusu v sonun kvadratı bərabərdir 2v-nin kvadratına. Buradan v sonu tapırıq ki, ilk kök altında 2v-yə bərabərdir. Cavab olur B variantı.